Herkese selamlar. Bugün sizlerle yük taşıma xidmətinə pulun ödənilməsini və ödənişlərin edilməsini öyrənəcəyik. Bir sözlə yük daşımaya aid olan əməliyyatları aparacağıq. Gəlin başlayaq. İlk öncə nə edirsiniz? Alış hissəsinə daxil olursunuz. Burada digər xərclərin mədaxili var. Yəni nə malların daxildir, nə də digər hissə. Burada digər xərclərin mədaxili var. Ona klikləyirsiniz. Belə bir pəncərə açır. Əlavə etməyə klikləyirsiniz. Və yenidən belə bir pəncərə açılır və artıq məlumatlarımızı qeyd edirik. Biz bildiyimiz kimi ayın elə bir 5-də mallarımızı sifariş verdik. İndi təsəvvür eləyək ki, elə ayın 5-də də gəlib çatıb. 01.05.2026 daxil edirik. Və daha sonra gəlirik biz kontragenimizi seçirik, klikləyirsiniz. Öz təşkilatınızı tapırsınız. Alış kontrageni və burada bizim varımız idi 777 daşınma xidməti. 12 dəfə klikləyirsiniz və gördüyümüz kimi düşdü. Artıq bizim müqaviləsi və özü. Daha sonra nə edirsiniz? Bölgü üzrə var ki, yəni hansı formada aparılacaq. Onu klikləyirsiniz. Bildiyimiz kimi burada 2 dənə var. Məbləğ üzrə yoxsa miqdar üzrə. Biz indi məbləğ üzrə eləyəcək ki, daha rahat olsun bizə. Daha sonra ƏDV, bildiyimiz kimi daşıma xidmətlərində ƏDV olmur. Ona görə də biz bunu klikləyirsiniz. Bezendiyi seçirsiniz ki, ƏDV daxil edilməsin. İndi məbləğimizi daxil edək. Özümüzdən daxil edək ki, güya bizim məhsullarımızı gətirməyə 200 manat pulumuz çıxır. Daha sonra nə edirsiniz? Sonra gəlirsiniz aşağı hissəyə və aşağı hissəsində artıq məlumatlarımızı doldururuq. Bunun üçün nə edirsiniz? Doldurmaq hissəsini klikləyə bilərsiniz, seçmənidə və yaxud da üstə gəlmə işarəsində. Biz doldurmanı klikləyək, mədaxil üzrəni klikləyirsiniz və gördüyümüz kimi burada pəncərə açılır. Sonucunu 2 dəfə klikləyirsiniz və artıq avtomatik olaraq düşür. Və gördüyümüz kimi artıq cəmi olaraq məbləğ də daxil edilir ki, nə qədər olacaq. Əgər hesab faktura varsa, klikləyirsiniz, hesab fakturanı daxil edirsiniz. Yoxdursa, ehtiyac yoxdur. Sonra gəlir şərh hissəsinə. Şərh hissəsində istəsəniz, burada nomenklaturanı klikləyib, adını klikləyib, kopyalayıb, bura yapışdıra bilərsiniz. İstəsəniz, oradan daşıma xidmətini də, tarixini də və s. kimi gəlin bu tarixini də qeyd edək. Kopyalayaq və daxil edək bura. Və yapışdıraq bu hissəyə. Daha sonra artıq heç bir dəyişməyə ehtiyac yoxdur. Keçirik əsas hissə hesablara. Hesablarımızda bizim nə olacaq? Bildiyimiz kimi bizim hesablarımızda burada daşınma xidməti olduğuna görə, yəni qısa müddətdə artıq bu bizim qısa müddətli kontragenimiz sayılır. Yəni malımızı götürən kimi artıq pul ödənişi edirik. Ona görə də biz qısa müddətli kontragenlərimizdə bildiyimiz kimi 538 idi. İndi özünü seçə bilmirik deyə ölkə daxilində olduğuna görə 01'i klikləyirsiniz. Aşağı hissəsində artıq bura gömrükdən fərqli olaraq avansımız daxildir. Həmişə deyirdik ki, 500 gəlirsə, yanında mütləq şəkildə 243'ümüz gəlir. Yazırıq 243.1. Çünki ölkə daxilində verilən avansdır. Və klikləyirik və artıq hesablarımızı da yazdıq. Sonra keçirsiniz əlavə hissəsinə. Bura əgər daxil olma nömrəsi varsa, ora qeyd edə bilərsiniz. Əgər yoxdursa, qeyd etmirsiniz. Və yaxud da məsuliyyətli şəxs, hər hansı bir adam varsa, 3 düyməni klikləyirsiniz, daxil edə bilərsiniz burada əlavə etməklə və yaxud da burada hər hansı bir şəxsi seçə bilərsiniz. Sonra gəlir hesab faktura. Buradakına eynidir. Əgər hesab faktura varsa, yəni bu 777 daşıma xidməti sizə hesab faktura göndəribsə, bunu klikləməklə həmin o hesab fakturanın nömrəsini, həmin o hesab fakturanın tarixini, əməliyyat nömrəsini qeyd edirsiniz. İndi bizdə yoxdur deyə, ona görə qeyd etmirik, bu işarəni götürürük. Və artıq bizdə hər bir şey dəyişilmiş oldu, yəni qeyd etmiş oldu. Artıq heç bir şey ehtiyac yoxdur. Ona görə OK sıxırsınız və bununla da artıq bizim
və digər xərclərimizin də mədaxilini etmiş olduq. Bu da bizim daşınma xidmətidir. Əgər istəsəniz yenidən elə həmin hissəyə daxil olub, əgər ödəniş etibsinizsə, üstünə klikləyirsiniz, gəlirsiniz bura Base-ona və burada hesablaşma hesabına xaric olmaq, çünki bankla ödəniş edirik, klikləyirsiniz və gördüyümüz kimi artıq hər bir şey aktiv oldu. Sadəcə olaraq burada dəyişirik. 01.05.2026 yazırıq ki, həmin ərəfədə də artıq ödəniş etmişik. Bundan sonra artıq heç bir şey dəyişməyə ehtiyac yoxdur. Əgər ƏDV-si varsa klikləyirsiniz bura, sizin ƏDV hesabınızdan çıxılacaq. Yoxdursa ehtiyac yoxdur. Sonra gəlirsiniz bu hissə əsas pul və sair hərəkət maddələrinə klikləyirsiniz və burada görək daşınma xidmətinə olan borcumuz varmı? Yəni ödənişlər varımızdır bizim daşınma xidmətimizi. Orada klikləyə bilərsiniz. Olmadısa burada əlavə etməni klikləyib əlavə edə bilərsiniz. İndi bizdə var deyə bunu yenidən yaratmıram. Üstünə klikləyirsiniz. Artıq düşdü. Burada ödəniş təyinatı var. İstəsəniz bunu silə bilərsiniz və yaxud da buradakı məlumatları daxil edə bilərsiniz. İndi bizdə olduğu kimi qalsın ki, vaxtımız getməsin. Sadəcə olaraq bunları kopyalayıram və yapışdırıram şərh hissəsinə. Və artıq digər hissələri dəyişməyə ehtiyac yoxdur. Gördüyümüz kimi hesablaşma hesabında özü verib avansıdır. Bu bizim qısa ödəniş edilməsidir və klikləyirsiniz və artıq ödəniş edilmiş olur. DTK hissəsinə baxsaq, görürük ki, artıq bizim DTK hissəmizdə yəni malların ödənişi olub nə qədər 200 manat. Və gəlin bizim bu hesablar uçotuna baxaq. Yəni saldo hesabımıza baxaq, hesablara daxil olursunuz, dövriyyə saldo cədvəlini klikləyirsiniz, hesablamanı, formalaşdırmanı klikləyirsiniz və baxaq görək bizim bank hesabımızdan əvvəlcə 223-ümüzdən nə qədər pulumuz çıxıb, gördüyümüz kimi ümumi görünür, cəmi qalıb 15.531 manatımız. Bizə indi lazımdır, dedik ki 538-imiz idi, baxırıq görüb 538-imizdən sadəcə olaraq 200 manat ödəniş olunub. Yerdə 1354 manatımız, yəni ümumi borcumuz var idisə, ondan sadəcə olaraq son olaraq 1154 manat 27 qəpikdir. Bu nədir? Bu da əlbəttə ki, bizim gömrüyümüzə olan borcumuzdur. İndi onları da ödəyəcək növbəti dərslərdə. Və artıq bundan da elə bir xidmət alışı olan, yəni yük daşımaya aid olan ödənişləri, qeydiyyatların aparılmasını öyrənmiş olduk.